Əhali arasında formalaşıb ki, qiymətlər çox bahadır, amma əslində azalan qiymətlər elə də baha deyil. Yəni mən bilmirəm, bəlkə də mən səhv edirəm, ya mən nəsə başa düşmürəm, amma xaricdə baxsan, götürürlər bir yerdən o bir yerə, yəni 20 evro, 30 evro uçub gedirlər. Onlar aşağı büdcəli hava yollarıdır. Yəni onların olsun da aşağı büdcəli, bizdə niyə yoxdur aşağı büdcəli? O aşağı büdcəli deyəndə belə deyim, aşağı büdcəli hava yollarında heç bir xidmət yoxdur. Siz sadəcə belə 20 evroya aldığınız bilet. 2 saat uçuram mən, xidmət lazımdır mənə. 2 saat buradan uçuram, gedirəm orada, mən nə lazımdır? Təyyarədir bu, avtobus deyil axı. Orası da var. Olsun. Nə verir ki, bax mənə? Xidmətin bir növüdür. Əslində təyyarə belə deyək də daha biraz üst seqment xidmət növüdür. Yəni ən azından indi siz 2 saat uçduğunuz istiqaməti qoyaq, elə istiqamətlər var 6 saat uçur, 8 saat uçur. Yəni bu prosesdə xidmət olmasa, yəni istər-istəməz uçuşunuz rahat keçməyəcək.